Məsələnin həllinə bir də bu düsturla baxaq. Deməli, dairənin sahəsi S bərabərdir pi r kvadratı, yəni sahə radiusun kvadratından asılıdır. Onu nəzərə alanda bu naqillə bu naqilin radiusunda 2 dəfə fərq var idi. Kvadratına görə 4 dəfə fərq olmuş olasıdır. Yəni bunun sahəsi S olanda bunun sahəsi 4S olmuş olacaq və R1 naqilinin müqaviməti R bərabərdir rho L böl 4S. R2 müqaviməti olacaq rho 2L bölünsün S. İndi bu ifadədə bu birincini 8'e vuranda bax bu ikinci ifadə alınır. Deməli, burada müqavimət R olduğunda burada müqavimət 8R olmuş olacaq. Onda bu düsturu hər ikisi üçün yazsaq, paralel birləşmədə gərginliklər eyni olur. Q1 olacaq. U kvadratı bölünsün R vur T. Q2 olacaq. U kvadratı bölünsün 8R vurulsun T. Burada artıq birinci ifadənin ikincidən 8 dəfə böyük olduğu görünür. Yəni bunu 8'e vuranda bax bu ifadə alına bilər. Deməli, bizdə bu ifadənin qiymətini Q götürsək, bu ifadə artıq 8Q olmuş olacaq. Q1 və Q2'nin cəmi də 18'dir. Q1'in yerinə 8Q, Q2'nin də yerinə Q yazanda 9Q 18, Q da 2 joule olur. Q da bizdə Q2'nin işarəsi idi. İkinci naqildə də ayrılan istilik miqdarı soruşulurdu. Deməli 2 joule. Bu da ikinci bir üsul.